Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayrun nasirin ve mu'in ve sallallahu ala rasulihil amin. Amma ba'd Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli bihakki Fatıma ve abiha ve ba'liha ve beniha ve sirril mustavda'i fiha. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Mübarək cümə günü bütün dünya müsəlmanlarına daha da mübarək olsun və bu mübarək günün feyzindən Allah bizi kənarda saxlamasın. Bizi cümənin həqiqətlərin başa düşənlərdən qərar versin və onun barəsində əhli hal olmağa, yəni mərifətlə əməl əhli olmağa müvəffəq eləsin. Əzizlərin yadındadırsa biz İmam Cəfər Sadiq ağadan olan hədisimizin hələ birinci hissəsidir ki, bir neçə cümə barəsində danışmışdıq. Ümid edirəm, elə bu cümə ilə o hədisin birinci hissəsini tamam eləyərik. Eləmək olar əlbəttə bu barədə başqa bəhslər açmaq olsun. Hətta bilirsiniz də məsumların sözünün bərəkəti o qədərdir ki, onun hər kəlməsindən müxtəlif mövzulara baş vurmaq olur, müxtəlif mövzular barədə danışmaq olur, amma yoruculuq olmasın deyə bir neçə cümədir. İstəyirik bu cümə bunu tamam eləyək ki, insafun nas min nəfsik hədisi. Ki, imam buyururdu, özünüzlə cəmaət arasında insafla rəftar eləyin. Tarixən insanların insafsızlığının biri də bundan ibarət olub ki, insanlara, insani məktəbi sərgiləyənlərə həmişə digərlərindən daha çox zülm eləyiblər. Ki, baxın, İslam Peyğəmbərinin tarixi də, demirəm keçmiş ənbiyanın da tarixi, indi misal olaraq deyirəm də, yəni ki, müsəlman olaraq özümüzün tariximizə baxaq ki, heç bir döyüşlərdə, heç bir məsələn ixtilaflarda insani məktəbi sərgiləyənlərə olunan zülm qədər bəzən insanın özünə düşmənçilik eləyənlərə heç o qədər də insan zülmü rəva bilməyib. Çox doğrudan bir dənə insanın ürəyini sındıran, həqiqətən qəlbi ağladan bir şeydir ya. İslam Peyğəmbəri bu ümmətə nə etmişdi? İslam Peyğəmbəri bu ümmətə nələr gətirməmişdi? Dəyər baxımından nələri təqdim eləməmişdi? Hətta özü o cür deyirdi da. Əli əleyhissalamın vilayətində bu cümləni Həzrət Peyğəmbər işlədib. Və sair və ilaxir Məkkədən Mədinəyə gələndə, hicrət eləyəndən sonra Mədinədə müharibələr ki, artıq Məkkədən ki, Mədinəyə hücum eləyirdilər. O müharibələr başlayanda Peyğəmbər deyirdi ki, mən sizin aranızda, yəni sizin üçün necə biriyəm? Hansı bir işim ki, sizə xeyirdən başqa bir şey verib? Elə bir iş görmüşəm ki, siz ondan zərər görəsiniz. Xeyr, əsla belə bir şey olmayıb. Ki, Allah Peyğəmbərin barəsində buyurur ki, sən rəhmətən lil aləminsən da, bütün dünyaya rəhmətsən Peyğəmbər. Sənin varlığın rəhmətdir, sənin təbəssümün rəhmətdir, sənin göz yaşların rəhmətdir, sənin sükutun rəhmətdir, sənin danışığın rəhmətdir, sənin yatmağın rəhmətdir, durmağın rəhmətdir, dayanmağın rəhmətdir, addımlamağın rəhmətdir, vücudun rəhmətdir Peyğəmbər. Sənin sülhün rəhmətdir, sənin müharibən rəhmətdir. Bunların hamısını Allah elə belə vəd verməyib ki, Peyğəmbər sən rəhmətən lil aləminsən, bütün aləmlərə rəhmətsən. Bu Peyğəmbər aləmlərə rəhmət olan Peyğəmbərin baxın, özü dünyadan köçən kimi Peyğəmbərin qapısına hücum çəkdilər. İslam ümmətinin insafsızlığı elə buradan başlamışdı da. Ona dəyər verən bir şəxsiyyətin qapısına od vurdular. Səbəb görən nə olmuşdu? Səbəb bu idi ki, etiqad mövzusunda olan düşmənçiliklər həmişə tarixən və hər vaxt bu cür olub. Daimən etiqad mövzusunda olan düşmənçiliklər başqa mövzuların düşmənçiliyindən daha şiddətli olub. Görürsən, iki dənə qəbilənin bir-birinə düşmənçiliyi olub. Məsələn, ərəblərin o zamanından danışım. Məsələn, qayıdaq biz Peyğəmbərlərin tarixinə. Heç bir Peyğəmbərə olunan zülm heç vaxt cəmiyyətin arasında özlərinin bir-birinə düşmənçiliyində olmayıb. Məkkədə cəmaət bir-birinə o qədər zülm eləmirdi. Ta ki, amma Peyğəmbərə qarşı bunlar bu qədər zülmü rəva bildilər. Niyə? Səbəb bundan ibarət idi ki, etiqad mövzusu var idi. İnsanların düşüncəsinə müxalif oldunsa, bil ki, sənin orada düşmənlərin çoxalacaq. İnsanların fikir və ideologiyasına müxalif olduqca düşmənlərin sayı çoxalacaq. Ruhu şad olsun, mərhum
mütəfəkkir Şəhid Murtəza Mütəhərri ki, yaxşı bir dənə sözü var, deyir, mən başa düşdüm, deyir, o zaman ki, deyir, gördüm bir qatar dayanmışdı, uşaqlar o qatara baxırdı. Sadəcə seyr edirdilər, tamaşa edirdilər. O zaman ki, gördüm o qatar yola düşdü, səfərinə davam elədi, ona tamaşa eləyən, baxan uşaqlar başladılar o qatarı daşlamağa. Orada başa düşdüm ki, dayanan bir varlıqla heç kimin işi yoxdur. Hərəkətə keçən varlığın əleyhinə işlər görürlər, onun üzərinə daşlar atılar. Doğrudan da o cürdür da. Cəmiyyətin sən fikir və ideologiyasının əleyhinə bir dənə söz de, həmən o işin özünə mürtəkib olan adamlar, o işi görən adamlar, sən harda sözünü eşitsələr, əllərindən gələn imkan varsa, əgər sosial şəbəkədə sənin əleyhinə bir kəlmə nalayiq söz deməyə, onu mütləq rəva biləcəklər. Görürsən, bir dənə haqq söz danışırsan, minlərlə adam, yüzlərlə adam, görürsən, məsələn, barəngdə əleyh sözlər danışırlar. Niyə? Çünki sən onun fikir və ideologiyasının, düşüncəsinin əleyhinə söz demirsən. İllərlə yaşadığı həyatın səhv olduğunu təbliğ eləmirsən. Ki, İslam Peyğəmbərinə, bunu başa düşdük, Məkkəlilər İslam Peyğəmbərinə düşmən idilər. Çünki bunlar elə heç vaxt görməmişlər ki, onların ideologiyasının əleyhinə kimsə söz deyə. Bunların insafsızlığının hardasa bir yeri var idi. Sən gəl, bax, İslam ümmətinin ən o ürək ağırdan səhnələrinə, İslam ümmətinin ən o bəlalı səhnələrinə, insanlara cəhalətdən pənah verən, insanlara nadanlıq və rəzalət vadisindən yol görsədən bir İslam Peyğəmbərinin bax həyatına, o dünyasını dəyişən kimi evinə hücum çəkib, evində qızın şəhid elədilər. Bu insafsız bir İslam cəmiyyətinin göstəricisi idi. İslam cəmiyyətində insafsızlığın ən böyük bir növrəsi buradan quruldu. Əli əleyhissalamın həqiqətən xilafəti əlindən alınan zamanda İslam ümmətinə, İslam Peyğəmbərinə, İslami dəyərlərə ən böyük xəyanət eləmişdilər. İnsafsızlıq oradan başlamışdı. Heç insaf idi bəyəm Həzrət Əli kimi böyük bir şəxsiyyət evində 25 il həbs oluna, heç bir ləyaqəti olmayanlar Həzrət Əlinin adından, Peyğəmbərin adından Həzrət Əli ünvanında söz desinlər. Bunlar insafsızlığın nişanələri idi. O bir nəfər tacirlərdən biri gəldi, böyük alimlərdən birinin yanına, o alveri ilə bağlı, müamiləsi ilə bağlı. Dedi ki, ağa, mən aldığım malı məsələn 1 manat alıram, misal deyirəm, amma mən öz məbləğimizlə. Mən məsələn aldığım malı 1 manat alıram, onu 10 manata sata bilərəm. Ağa dedi ki, bir maniyəsi yoxdur, amma insafsızlıq eləməyin. Bu bir növ şadlandı ki, məsələn, mənim heç bir şəri məhdudiyyətim yoxdur da, icazəm var mənim buna satmağa. Bilirsiniz də, o satılan alverdə malın üstünə qoyulan məbləğin dərəcəsi təyin olunmuyor. Burada qalır insanların insafına ki, Həzrət İmam Zaman əleyhissalamdan hədis var ki, alverdə məsələn insafı yaddan çıxarmayın, bu öz yerində. Bu alim, bu tacirə dedi ki, çalışın ki, insafsızlıq eləməyin, da insafı yaddan çıxarmayın. Bu bir növ şadlandı ki, dahi mənim işim daha da qabağa gedəcək, biraz artıq qiymətə satacam. Qapıdan çıxanda dedi ki, ağa falanı dayandı. Dedi, bilə sana Ömər Səd də insafsız idi. Yəni, Peyğəmbərin balasına zülmü rəva gördü. Peyğəmbər ailəsinə zülmü rəva gördü. İnsafsızlıq gətirir adamı görürsən, hansı qapıya çıxardır. Yəni, buna balaca məsələ baxmayın, ha. Yut'imunət ta'amə alə hubbihi miskinən və yetimən və əsirən ayəsi var, ha. Həzrəti Peyğəmbərin ailəsi idi də, bu Əhl-i Beyt əleyhimussalam idi. Həzrəti Zəhra salamullah aleyha, Həzrəti Əmirəl-Müminin, Həzrəti İmam Həsən, Həzrəti İmam Hüseyn əleyhiməssalam. Bu böyük şəxsiyyətlər, bu məsumlar yut'imunət ta'amə alə hubbihi miskinən və yetimən və əsirən. Sevdikləri bir şeyi infaq eləyirlər Allahın yolunda. Bir gün yetimə, bir gün əsirə, bir gün miskinə, miskinən, yetimən və əsirə, bir gün miskinə, bir gün yetimə, bir gün əsirə sevdiklərin verirlər. Bunlar, bu ayə deyir ki, məsumlar əleyhimussalam insanlığın, Allahın göndərdiyi kəlamda deyilən insanlığın əməli təbliğatını eləyirdilər. İndi belə bir insani dəyərlərin qapısını açanlara qarşı nə qədər insanlar insafla yanaşdılar. Elə Peyğəmbərin ölümünü gözləyirdilər ki, bunlar. Ki, insafsızlığın kökünü neynədilər? Orada qurdular. Əli əleyhissalamın malikəşlərə bir dənə məktubu var. Dünya əgər Həzrət Əlinin malikəşlərə bir nəsiyyəti ilə eləyə bilsə, riayət eləyə, doğrudan dünyanı ədalət doldurar. Dünyada ədalət hökmü sürər.
Əgər Əli əleyhissalamın malikəşlərə yalnız bir nəsiyyəti ilə insan eləyə bilsə, işlərin həyata keçirə. Malikəşlərə deyir ki, çalış Allaha və onun bəndələrinə heç vaxt insafsız olma. Alənə, ətrafında olanlara, onlar ki, sənin ixtiyarındadılar, sənin əlinə baxırlar, onlarla insafla rəftar elə. Heç vaxt onlara qarşı insafsızlıq eləmə. Əgər sən hər bir halda alən üçün, ətrafın üçün, onların ki, ixtiyarı sənin əlindədir, sən onlara bir insafsızlıq eləsən, bil ki, onlara zülm eləmsən. Hər kəs Allahın bəndələrinə zülm eləsə, Allah ona düşmən olar. Baxın, ən axır cümlə budur ki, və ən mühüm olan cümlə budur ki, cəmiyyətdə bugün dünyanın azğınçılığının səbəbləri biri bundan ibarətdir. Dünyanın azma səbəblərindən, rəzalətə, hidayətdən uzaq getmələrinin səbəblərindən biri bundan ibarətdir. Deyir, hər kim Allaha düşmən olsa, zülmün kökün qoysa Allaha düşmən olacaq. Hər kəs Allaha düşmən olsa, onun yolun batil göstərəcək. Onun yolun batil quracaq. Heç vaxt Allah ona yol göstərməyəcək. Təhlükədir ya bu. Gör, bir insafsızlıq insanı gətirir, hara çıxardır. İnsanın yol görsədəni batil olar. Heç vaxt haqq ona yol göstərməz. Əli əleyhissalam malikəşlərə deyir ki, bu məsələlərə nə eləyəsən? Riayət eləyəsən. İslam peyğəmbəri mübarək üz gözün alqan bəzən əhatə eləyərdi. Dişi sınırdı İslam peyğəmbərinin. Hər nəyi vardı bu yolda qurban eləmişdi ki, İslam ümməti xoşbəxt olsun. Nə qədər ümmət ona qarşı insaflı oldu. Nə qədər insanlar ona qarşı insafla rəftar elədilər. Ki, ailəsinə olunan zülm İslam ümmətinin peyğəmbər müqabilində insafının göstəricisi idi ki, nə qədər insafa riayət eləmişdilər. Adi bir kiçik bir şeydə insafsızlıq cəmiyyətdə hökm sürdüksə, cəmiyyətin bəlaları günü-gündən çoxalmaqda olur. Allah bu cəhətdən istəyir, cəmiyyətin arasında hökmü sürən ədalət və insaf olsun. Əli əleyhissalam deyir ki, ən fəzilətli iş insanlar arasında insafla və ədalətlə yaşamaqdır. Allah'an da verirəm, öz Allahlığına xatir, Allah bizi insanlarla öz arasında, özünün yoluna və insanların hüquqlarına qarşı insaf və ədalətlə yaşamağa müvəffəq eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.